Ümumiyyətlə, bax bu hədə ritorikasının arxasında hansı amillər dayanır? Baxmayaraq yenə qeyd edirəm. İki ölkə legitim prezidentdən söhbət gedir, Pezeşkiyanla. Azərbaycan prezidenti ilə telefon danışıqları, təşəkkür mesajları, daha Azərbaycanın İrana göndərdiyi humanitar yardımlar, göndərilən humanitar yardımlardan Azərbaycanın arasından istifadə olunması və s. və axır. Bütün bunların fonunda cavab budurmu? Mən də çox təəccüb edirəm. İnsan nə qədər, belə deyək, xeyirxahlıq duyğularından məhrum ola bilər. İnsan başqa xalqa, millətə nə qədər nifrət edə bilər. Biz özü o millətə ki, o millət 1000 il boyunca 1925-ci ildən İran adlanan məmləkətdə xanədanlıq rejimlərinin hamısı türklərə mənsub olubdur. Mən Səfəvilər dövlətini demirəm. Şah İsmail Xətai. Bütün İranı onun nəsli ən azı 200 il idarə edibdir. Mən Əfşarlar sülaləsini demirəm. Onda İranca adlanmırdı. Əfşarlar sülaləsinin dövləti adlanırdı. Başında da Nadir Şah deyilən azman bir adam dayanırdı. Məsələn, tarixçilər yazırlar ki, mən Bakıxanovun Gülüstanı İrəm əsərində oxumuşam ki, Nadir Şahın qılıncı başqalarının qılıncından 2 metrdə fərqlənirdi. Nadir Şah azman, hündür bir adam imiş, qolunu deyir 5 adam əyə bilmirmiş. O qılıncını götürüb deyir, ordunun qarşısında, düşmən ordusunun üzərinə gedəndə, qılıncı bir dəfə hərləyəndə 5 düşmən əskərinin başı bədənindən ayrı düşürdü. Ta biz 10-cu əsrdən, 11-ci əsrdən başlayaraq bu ərazilər Sasanilər imperiyasından sonra tamamilə türklərin belə deyək, mübariz oğullarının rəhbərliyi altında idarə edilib və onların adı ilə tanınıbdır. 1924-cü ildə İngilislərin yaxından köməyi ilə bu Pəhləvilər ailəsi hakimiyyətə ələ keçirdilər və hakimiyyətə ələ keçirəndən sonra bütün ərazidə öz hakimiyyətlərini İngilislərin köməyi ilə bərqərar etdilər. Və 1924-cü ildə də məsələn Qacarlar dövləti adlanırdı, Qacar dövləti adlanırdı. Onun adını dəyişib elədilər İran dövləti. Ona qədər 36-cı ilə qədər İranda həmişə Qacar dövləti deyirdilər. Əhalinin dilində Qacar dövləti idi. Yalnız 36-cı ildə xüsusi fərman verdilər və qadağa çıxartdılar ki, kim Qacar dövləti sözünü işlətsə, onu məhbəsə atacağıq, edam edəcəyik və s. Yəni, sən bu zülmlə, bu zillətlə gəlib dövlət halına çatdıran türklər olubdur. Türk dövlətinin bu dövlətin başında həmişə bizim sərkərdələr olubdur. Sənin ərazində bir neçə dəfə xalq hərəkatları baş verir. Məsələn, 1905-7-ci ildə Səttar xan hərəkatı. Səttar xan böyük bir sima idi. Səttar xan hərəkatından sonra Bağır xan onu əvəz edib, onun xaincəsini öldürdükdən sonra. Sonra 1917-ci ildə Şeyx Məhəmməd Xiyabani 20-ci ilə qədər demək olar ki, İranı əlində saxlayıbdır. Şeyx Məhəmməd Xiyabani. 1945-ci, 46-cı illərdə Təbrizdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında üsyan qalxıb və Azərbaycanlılar özlərinin ikinci Demokratik Respublikasını qurublar. Azərbaycan Demokratik Respublikası adlanırlar. Digər ki, o zamanki Əccal Stalin İrana yeridilmiş Sovet İttifaqı qoşunlarının, onun içərisində xeyli Azərbaycanlı var idi. Məsələn, onları geriyə çəkdi, İngilislərlə sövdələşərək. İngilislər də cənubdan Fars rejiminə, Fars
Farslara yardım ederek Azərbaycan Demokratik Respublikasının üzerine hücuma keçdilər. Əlbəttə qüvvələr nisbəti onların xeyrinə idi, İngilislərin xeyrinə idi. Üstəlik də Sovet qoşunları buradan çıxarılmışdı. Bax, bu Stalinin və onun əlaltılarının, bütün Sovet İttifaqının, Azərbaycan xalqına, Azərbaycanın birləşməsinə vurduğu zərbə, bax, indiyənə qədər davam edir və bizim qəlbimizdə çox böyük yaralar açıbdır. Mən təəccüb edirəm. Məsələn, Stalin əgər əsl marksist idisə, Leninçi idisə və Sovet İttifaqının genişlənməsini istəyirdisə, indi məsələn o Putin deyilən şəxs ona can atır. Və böyük bir respublika bütünlüklə Azərbaycana birləşirdi. İranın yarıya qədəri, hardasa sayı 25 milyon olan adam, indi 42 milyondur. Onlar Sovet İttifaqının tərkibinə qatışırdı və Sovet İttifaqı daha güclü və qüdrətli olurdu. Onlar bunu istəmədilər. Niyə? Onlar Azərbaycanlıların SSR-də çoxluq təşkil etməsini və böyük dövlət yaratmasını qətiyyən istəmirdilər. Bir əl boyda Gürcülər, Gürcüstan və onun nümayəndəsi olan Stalin, o birisi də KGB-nin sədri olan Beriya. O Beriya daha amansız, Azərbaycan xalqına qarşı daha amansız idi. Mövzumuz o deyil. İndi siz çox gözəl dediniz. Dediniz ki, biz onlara hər cür yardım göstəririk. Bax, Azərbaycan İrana təxminən 30-a qədər tır, hər birisinin çəkisi 15 ton olan 30-a qədər tır yüklü ərzaqla, dərmanla, paltarla, ondan sonrasına digər ilkin tələbat malları ilə dolu maşın göndəribdir. Azərbaycan İran ərazisində qalmış başqa ölkələrin, o cümlədən də Rusiyanın vətəndaşlarının Azərbaycan ərazisindən keçərək öz ölkələrinə getməsinə yol açıbdır, onlara yardım göstəribdir. Gecələmələri üçün şərait yaradıbdır, yemək içməklərini təşkil edibdir. Siz hayküy salıb bağırırdınız ki, güya İsrail təyyarələri, Amerikanın gəmiləri Azərbaycan ərazisində Xəzər boyu düzülür. Nə bilim, Azərbaycan ərazisindəki hərbi aerodromlarda İsrailin qırıcıları dayanır və s. Gördünüzmü bir dənə fakt ki, Azərbaycan ərazisində sizin ərazinizə doğru uçan İsrail təyyarələrini görmədiniz, görə də bilməzsiniz. Azərbaycan öz ərazisini heç zaman İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. Sən deyirsən ki, Xəzər boyu Amerikanın qayıqları düzəlibdir, gəmiləri düzəlibdir. Bu gəmi necə gəldi bura? Bu gəmi Xəzər dənizinə daxil olmaq üçün Rusiyanın ərazisindən keçməlidir, Volqa çayı ilə gəlməlidir. Rusiya ona imkan verər, Rusiya o gəmilərin bura Xəzər dənizinə gəlib çıxmasına imkan verər, mümkün deyil. Yəni, bu qədər, necə deyərlər, barmaqdan sorulma faktlarla Azərbaycana böhtan atmaq, Azərbaycanı nüfuzdan salmağa və yaxud da ki, onu təhdid etmək, hədələmək, adamın belə sözün həqqi mənasında çatladır, ürəyini ağrıdır. Sən Azərbaycanı nə qədər hədələyəcəksən? Azərbaycan artıq bölgənin ən qüdrətli dövlətidir. Azərbaycan öz ərazi bütövlüyünü öz qoşunları ilə bərpa etdi. Hər şeyə rəğmən etdi bunu. Hər şeyə rəğmən. Rusiya qorxusundan Azərbaycana qarşı hər hansı bir çıxış edə bilmədi. Bugün Azərbaycanın ordusu, sən deyirsən, mənim ordum 700 min nəfərdir. Mənim ordum da 110 min nəfərdir. Amma mənim bir əskərim əvvəla sənin ordunun içərisindəki əskərlərin 74% Azərbaycanlıdır. O Azərbaycanlı əgər qarşı durma olarsa biz bunu istəmirik, buna getməyəcəyik. Hələ qardaş Türkiyənin bu işə yanaşmasını demirəm, Pakistanın bu işə yanaşmasını demirəm.
Dilini qatda qoy qarnına. Bu səfək-səfək yekəbaş Sepah generallarının öyrətməsiyle nə üçün körpə Azərbaycanlı balalarını, məsum uşaqları öz millətinə qarşı çıxış etməyə vadar edirsən? Dünyanın heç yerində belə şey görünməyibdir ki, uşaqları öz xalqına qarşı, öz millətinə qarşı təhqiramiz şeir və mahnılarla çıxış etsinlər. Bunu siz edirsiniz. Bu sizin qəlbinizin, ürəyinizin nə qədər xırtlı olduğunu, nə qədər yaramaz olduğunu bir daha açıb ortaya qoyur. Ona görə də mən Masallıdan olan İlham bəyə bir daha təşəkkürümü bildirirəm ki, belə bir şeir yazıb və o Fars Molla rejiminin iç üzünü gözəl bir şeirlə açıb ortaya qoyub. Bunu sətirlərə düzüb. Bunu sətirlərə düzüb. Sağ olsun.